Ləzi fə zədə. Bax burada bu əlifi mədddir. Əlifi məddir 2 səs qədər uzadılacaq. Əlləzi fəzəlikəlləzi. Əlləzi kəlməsində də burada pərtək zə hərfindən sonra yə hərfi gəlir. Buna deyəcəyik mədd hərfi, təbi məddi hərfdir. 2 səs qədər uzadılır. Yadu'ul yetim. Yadu'ul yetim. Burada yetim sözündə tədən sonra gəlir nə kəsrə və kəsrədən sonra yə gəlir və həm də ayə sona yetdiyinə görə bu olacaq məddi aris. Yəni 4 hərəkət miqdarında biz bunu uzada bilərik. Yadu'ul yetim şəklində deyəcəyik. Və lə təbi məddi hərf burada əlif var 2 səs qədər uzadılacaq. Yəhuddu alə. Ayından sonra ləm, ləmdən sonra nə gəlir? Yə gəlir. Bu da yə də nədir? Bizdə təbi məddi hərflər qrupuna aiddir. Alə, təamil, təamil. Ayn hərfindən sonra əlif gəlir. Təbi məddi hərfdir. 2 səs. Təbi məddi hərfdir. 2 səs qədər uzadacağıq. Təamil miskin. Miskin kəlməsində kərdən sonra gələn i'dən sonra da yə gəlir. Ayə sona yetdiyinə görə bu olacaq məddi aris. Əgər ayə sona yetməsəydi biz bunu təbi məddi hərf kimi 2 səs miqdarında qədər uzatmalıydıq.